Deməli uşaqlar, bu günləri sizə fonetikadan, saytlərdən başlayıram. İlk mövzumuz bir 10 dəqiqəlik, 8-9 dəqiqəlik izah olacaq, maksimum dərəcədə qısa. Sadəcə saytlərin tələffüzündən danışacağam. Uzanmadan danışmıram, uzanmanı əlavə danışacağım. Sadəcə qoşa saytlərin tələffüzündən danışıram. Yəni qoşa sayt iki saytın yanaşı gəlməyidir. Və bu qoşa saytli özü də iki yerə bölünür. Baxın, eyni cinsli və müxtəlif cinsli. Cinsli qısaca yazaq. Eyni cinsli deyəndə sadəcə iki saytın yanaşı gəlməyi, məsələn, ə-ənin, a-anın, i-inin, o-onun yanaşı gəlməyi, müxtəlif cinsli isə iki dənə müxtəlif, məsələn, i-a, i-o, müxtəlif saytların yanaşı gəlməyidir. Birinci eyni cinslilərdən danışaq. Eyni cinslilərdən danışırıqsa, rahatdır bu qaydanı. Mənə elə gəlir ki, əksər uşaqlar bu qaydanı yaxşı bilirlər. İki eyni cinsli sayt yanaşı gəlirsə, biri düşür, biri uzanır. Məsələn, götürək əm, tə, ə. Bə, di, i. Nə baş verəcək? Ə düşəcək, ənin biri düşəcək, biri uzanacaq. Əm, tə, sadəcə biri düşdü, biri uzandı. Bə, di, i. Daha doğrusu artıq mən tələffüz yazıramsa, biri düşdü, biri uzanacaq. Bax, budur. Məsələn, saat sözündə deyə bilərəm. Bu şəkildə. Çoxdur da buna aid. Sadəcə bir şey var. Onlarda da biri düşür, biri uzanır. Məsələn, götürək zoologiya sözün. Biri düşür, biri isə uzanır. Zoologiya deyirsən. Bax belə. İndi bir şey var. Bəzən onlarda bir istisna kimi bir məqam var ki, iki dənə sözümüz var. Bunları silim. İki dənə sözümüz var. Bu liseyə qəbul kitablarında da verilir. Deməli, kooperasiya sözüdür. Kooperasiya. Bir də kooperativ. Baxın, bu sözlərdə, yəni normalda nə baş verməlidir? Onun biri düşməlidir, biri uzanmalıdır. Amma belə baş vermir. Onun biri düşər, biri aya çevrilir. Olur kooperativ. Bax, tələffüzü belə olur. Kooperativ. Məsələn, olur kooperativ və kooperasiya. Məsələn, bunu buradan yazıldım. Bunu da buradan yazım. Əslində, kooperativin yanına yazmalıydım, səhv yazdım. Nəysə, kooperasiya. Bax, bu şəkildə. Belə tələffüz olunur. Yəni, onun biri düşür, biri isə sadəcə A kimi tələffüz olunur. Bu istisna haldır. Bir də sizdən soruşsa, bunu da nəzərə alaq ki, bir də ki, başqa bir situasiya da var. Əgər sizə test kimi düşsə ki, qaydalarda bəzən düşür, qayda şəklində testlərdə. İki eyni cinsli qoşa sayt yanaşı gələrsə, hər zaman biri düşür, biri uzanır, səhvdir. Ən azından kooperasiya sözünü yadınıza salın ki, biri düşdü, biri uzanmadan aya çevrildi. Bir də belə söz qovşaqlarını, məsələn, aha, banla birləşən sözlər olur. Məsələn, ad, ba, ad. Məsələn, belə sözdə. A, ba, ha birləşmələri. Eyni söz təkrar olunur və ortada ba birləşdiricisindən istifadə olunur. Bu zaman iki a yanaşı gəldi. Əl, bə, əl sözündə iki ə yanaşı gəlir. Bu zaman heç bir dəyişiklik olmur. Çünki bu sözün ortası yox. Belə deyək də, sözün ortasında yox, iki sözün elə bir ki, birləşməsindədir. İki sözün qovşağıdır. Və bu zaman biz eyni sözün ortasındakı kimi a, ə, i-ni ya o-onun birini düşürdük, birini uzatmırıq. Ona görə də olduğu kimi qalır. Ona görə də sizə qayda şəklində hər zaman eyni cinsli qoşa saytlərdən biri düşüb, biri uzanır. Hər zaman desə səhvdir. Amma adətən desə, bəli, bu qaydanı əməl edə bilərik. Yaxşı.
Bəs yaxşı, bizim müxtəlif cinsli qoşa saitlərimizdə nə baş verir? Müxtəlif cinsli qoşa saitlər demək olar ki, əksəriyyəti olduğu kimi tələffüz olunur. Eyni cinslilərdən, müxtəlif cinslilərdən sadəcə iki saitdən biri idisə, məsələn, i, a, i, ə, i, ə, i, o, i, u. Bəzən a, ü, təqaüd sözündə orada da y əlavə olunur. Təqaüd deyə tələffüz olunur. Qalan hamısı iki saitdən biri burada uzanması da var da təbii ki. Təqaüd deyə a-nın uzanması olur, onu unutmayaq. Hər nəsə, demək olar ki, sizin əksər sizə düşənlərdə iki saitdən biri idi. Bu zaman iki saitin ortasına nə əlavə olunur? Y əlavə olunur. Məsələn, tutaq ki, deyək İ-A-Ş. Nə baş verir? İ-A-Ş deyə tələffüz olunur. İ-lə A-nın ortasına radio. Necə tələffüz olunacaq? Radio deyə tələffüz olunacaq. Yəni ki, yadda saxlayırıq ki, əgər iki eyni cinsli, müxtəlif cinsli qoşa saitdən biri idisə, heç əzbərləməyə ehtiyac yoxdur bu birləşmələr uşaqlar. Sadəcə iki saitdən biri idisə, istər birincisi, istər ikincisi olsun, fərqi yoxdur. İdisə, iki saitin ortasına y samiti əlavə olunur, y samiti. Bir də uşaqlar, belə bir şey deyim də, ümumiyyətlə səslərdə səs düşümü, səs artımı və səs dəyişimi deyilən bir fərq var. Səs artımı deyəndə iki saitin və yaxud hardasa bir samit və yaxud da sait əlavə olunur. Buna deyirik səs artımı. Hansı ki, i-a-nın, a-i-nin burada iki saitin ortasına y əlavə edirik. Buna deyirik səs artımı. Amma səs düşümü nədir? Saitlərdən biri düşür tələffüzdə. Yazıda olur, amma tələffüzdə artıq onu biz görmürük. Məsələn, bayaqları eyni cinsi qoşa saitləri izah elədimi? Səslərdən biri uzanır, biri düşür. Bax, buna deyirik səs düşümü. Səs dəyişimi nədir? Məsələn, burada təqaüd sözündə t-dıya çevrildi. Buna deyirik səs dəyişimi. Aydın oldu. Deməli, müxtəlif cinsli qoşa saitlərdən iki saitdən biri idisə, a-ü bir MHM kitablarında rast gəlmişəm ki, təqaüd sözündə məsələn, a-üdə ikisinin ortasına y əlavə olunur. Qalan hamısı i ilə olan qoşa saitli sözlər ki, ortasına y əlavə edirəm. Burada bir dənə riayət sözünə əməl eləyək uşaqlar. Riayət sözü olduğu kimi riayət demirik də, olduğu kimi tələffüz olunur. Riayət. Olduğu kimi də tələffüz olunur. Bir də uşaqlar, şayiə. Bir dənə normalda i-əni görüb, biz bura əlavə eləməliyik nəyi? Fikirləşərsiniz ki, y əlavə eləyim. Amma bu biraz fərqli tələffüz olunur. Burada səs artımı yox, səs düşümü olur. Nə baş verir? Şayə. İ düşür, asa burada uzanır. Olur şayə. Şayiyə demirik də, tələffüzdə elə deyil, şayə deyirik. Birdən bu söz hardasa qarşınıza çıxar, bu cür tələffüz eləyirsiniz. Bu da oldu bizim müxtəlif cinsliyin istisnası i ilə olanların. Amma qalan müxtəlif cinsli saitlər var. Baxın, məsələn, olar ki, ə olar, olar a-ə olar. Müxtəlif də a-u olar, ü-a olar məsələn, sonra u-e olar. Fərqi yoxdur da, iki qoşa saitdən birinə baxdınız. Məsələn, götürək a-u. Bu saitlərdən biri i deyilsə, onda olduqları kimi tələffüz olunurlar. Necə yazılıbsa, elə də tələffüz olunurlar. Bircə a-ə birləşmələrində sadəcə a-nın uzanmasını görürük. Bəraət, məsələn, şəfaət yazılır,
tələffüzdə elə bunu tələffüz kimi götürsə A uzanacaq. Şəfaət, bəraət, şücaət. Qalan hamısında olduqları kimi tələffüz olunur. Əslində uzanma da fərq yaratmır. Elə olduğu kimi tələffüzdür. Sadəcə bir dənə uzanmada desə ki, hansı sözlərdə uzanma var, A-ə birləşmələrindəki uzanmanı misal kimi göstərə bilərsiniz. Dediyim kimi, iki müxtəlif cinsli sait gəldisə, o saitlərdən biri idisə, iki saitin ortasına y əlavə olundu. Yox, onlardan biri i deyilsə, tamam hər ikisi başqa saitlərdirsə, digər, yəni bildiyiniz 9 sait var ki, bunlardan idisə ortasına y, qalan 8 sait ikisi işlənibsə yanaşı olduqları kimi tələffüz olunurlar. Bunu nəzərə alaq. Bu qədər. Saitlərin bir neçə mövzu əlbəttə ki qaldı. Onları da növbəti videoda izah edəcəm.